Dəfələrlə aparılmış müşahidələr nəticəsində cinayətkarlar Bakının mərkəzi küçələrindən birində fəaliyyət göstərən Zümrüd Qızıl mağazasını silahlı basqın etməyə qərarına gəlirlər. Avtomat və səs boğucusu olan tapanca ilə silahlanmış Efendiyev qardaşları və Elçin Hüseynov iyulun 10-da səhər Bülbül prospektinə gəlirlər. Bu məqsədlə iyunun axırlarında onlar Elçin Hüseynovun yaşadığı Yasamal rayonu Talıblı küçəsindəki 34 saylı evə silahları gətirirlər. Özləri müvəqqəti həmin ünvanda məskunlaşırlar. Xosrov və Nasir Efendiyevlər Elçin Hüseynovun idarə etdiyi Niva markalı maşınla dəfələrlə həmin mağazanın yaxınlığına gələrək müşahidələr aparırlar. Mağazada müşahidə kameralarının quraşdırılmasını dəqiqləşdirməkdən ötürü Hüseynov bilavasitə içəri daxil olaraq şəraiti öyrənir və sonra bu məlumatları Xosrova çatdırır. 10 iyun 1999-cu il tarixdə Əfəndiyev qardaşları tərəfindən Zümrüd mağazasına, Qızıl Zinət Əşyaları mağazasına edilmiş silahlı basqınla bağlı ifadənizi yerində göstərmək təklif olunur. Bu ətraflı şərait sizə tanışdırmı bura? Hələ burada Zümrüd dükkanı yerləşirdi. Yəni mən buradan keçdim, yavaş-yavaş. Mənim məqam sağa fikir yönəltdim, gördüm ki, kamera verilmiş. Kameranın olduğunu baxmanın dirəzəyində var. Sizə Hüseynov, sizə təklif olunur, ümumiyyətlə həmin mağazanın yanına gəlməkdə məqsədiniz kimin tərəfindən sizə təklif olunmuşdur ki, oraya getmək, nəyi aydınlaşdırmaq, onu bir balaca aydın istintaq hərəkət iştirakçılarına bildirir. O, Əfəndiyev qardaşları tərəfindən mənə demişlər ki, öyrənir. Ona görə də mən buradan yavaş-yavaş keçdim. Onların planı nə idi? Öyrənməkdə məqsədi nə idi? Qarət etmək idi buranı. Həmin mağazanı qarət etmək. Silahlı basqın, silahsız basqın, necə basqın etmək istəyirdilər onlar? Onu mən əvvəlcədən bilmirəm. Yəni sonradan mən bilirəm ki, silahlı basqınlar. Sizdən xahişləri nədən ibarət idi? Həmin mağazaya getməyi nə məqsəd? Onlar mənə demişlər ki, həmin dükkana gir, mağazaya gir, öyrən gör, orada kamera işləyir, nə vəziyyətləri çəkir, çəkmir. Yəni mən də heç mağazaya girəsi olmuyor. Keçizdim yavaş-yavaş keçdim qarşısına və sağa nəzərimi yetirdim, gördüm ki, kamera var. Kamera var və gəldim onlara dedim ki, kamera var, özü çəkir. Sizin onların sizdən olan xahişlərindən ikisi də ondan ibarət olub ki, həmin mağazanın kameranı öyrənməklə bağlı, həm də ki, mağazanın içərisində olan zinət əşyaların dəyərin müəyyənləşdirmək ki, nə dərəcədə kifayət qədər orada qiymətli əşyalar var və mağaza mühafizə olunurmu? Mühafizəçidə silah var ya yox, bu xahişlər də olub sizdə. Bəs mağazanın yanından keçməyini siz onu necə müəyyən edədiniz? O xahişləri necə aydınlaşdırıb onlara məlumat verdiniz? Mağazaya özləri girib baxmışdılar, yəni zinət əşyalarının nə qədər qiymətli olduğunu özləri bilirlər. Özləri müəyyən etmişdilər və mühafizəsində harada oxuyurdu, onu özləri baxmışdılar. Özləri bir neçə girib orada soruşmuşlar, bəzi əşyalar. Mənim heç girməyimə ehtiyac qalmır. Ona bir dənə kameranı soruşmuşlar ki, kamera işləyir, işləməməyini sən belə bilərsən ki, yəni Siz istintaqa əvvəllər vermiş olduğunuz ifadələrinizdə Əfəndiyev qardaşlarının xahişi ilə həmin mağazaya gedib daxil olduğunuzu, hətta mağazanın piştaxtalarda olan əşyalara diqqət yetirməyi və kameranın da həqiqətən mağazada olduğunu gördüyünüzü təsdiq etmişsiniz. Hətta bildirmişsiniz ki, utandığınıza görə bir daha başınızı qaldırıb kameraya baxmamışsınız ki, ola bilsin birdən kamera yazı apara bilər. Belə bir ifadə vermişsiniz. Hazırda isə həmin mağazaya ümumiyyətlə daxil olmadığınızı, mağazanın yanından keçərkən kamera olduğunu göstərirsiniz. Bu ziddiyyət nə ilə bağlıdır? Bu bir ziddiyyət deyil. Sadəcə olaraq o vaxtı mən bilmirəm, nə demişdim. Çox belə həyəcanlıydı. Ona görə də, çünki bu hadisə dünən oldu ki, hər şey yadımda qalsın. Hadisə 7 il bundan qabaq olan hadisə. Ona görə çox şeylər yadımdan çıxın. Bilirəm ki, həqiqətən də belə oldu. Heç olar, yəni, zinət əşyaları məndən qabaq 3-4 dəfə özləri girib baxmışlar. Mən oraya girməyimə elə ehtiyac yox. Onlar bu qərarlarını bu dükkanda saxlamışlarsa, mənim bura dedim ki, az deyə, çoxdur, son mahiyyəti yox. Ona görə də lişni raz artıq dəfə özümü burada svehtit eləməyə mənə ehtiyac yoxdur. Əvvəllər hadisə gününə kimi bu işdən sözün açıq istəyirəm, lap işə mən deyirəm. Yəni bu işə mənim daxil olacaq.
Elçin, əvvəllər həmin hadisəyə qədər sən o adamları gətirmişdinmi? Bax bu əraziyə, bu mağazanın yanına, onların xahişi ilə. Əvvəllər özləri gəlmişlər. İndi mənə bundan xahiş etdilər ki, bax. Ondan sonra onlar bir neçə vaxt müşahidə apardılar. Yəni kim var, kim özləri mənsiz, yəni özləri gedirdilər, gəlirdilər. Müşahidə aparırdılar, bir 15 gün, 20 gün belə müşahidə aparırdılar. Sən maşınınla onları gətirib bu ərazidə düşürüb keçdiyin hallar olur? 2 dəfə gətirmişəm. Bir dəfə deməli bu hadisədən qabaq, bir 2 gün qabaq, 3 gün qabaq belə gətirdim. Sonra bir də həmin gün elə təsadüfən elə alındı ki, yəni mən gətirib düşürdüm və bu hadisədə alındı. Mən düşürdüm o maşını oturtdum. Nə maşınla? Niva maşını. Niva maşınla. İyulun 10-da onlar Elçin Hüseynovun idarə etdiyi maşınla Zümrüd zərgərlik mağazasının yanına gəlirlər. Əfəndiyev qardaşlarını düşürdən Hüseynov onları gözləmək üçün maşını bir qədər irəliyə sürür və dayanır. Sən bizim harda olanda gördün ki, bunlar o bir küçədə eşitdin, atışma səsləri. Yoldan maşınla sən götürdün bunları? Yox. Onlar özləri getmişlər. Onları quruyub bir kalqanla yəni mən gözləmədim, mən sözüm gəldim, heç gözləmədim. Mən getdim, dua etdim, avradım. Bir də 5 mərtəbə tərəfə çıxmadım, çünki ora şəhər içində işim var. Ona görə qayıdıb bu tərəfdən düşüb, belə, düşüb, aşağıdan qayıdıb girmələri indirmişəm. Hansı il idi? 99-dan hansı ayında? Yay təzəsi. Yay təzə. Kimlərlə gəlibsiz bura? Nasirlə. Nasirlə, qardaşım Nasirdə. Bu mağazanın yeri necə müəyyən edildi əfəndim? Bunu necə qərara gəlib, ümumiyyətlə bu mağazanın üstündə dayanıbsınız? Nasir yoxlamışdı ondan qabaq. Nasir özü gəlib baxmışdı. Bəli, öyle sizdən mağazaya görmüşdü, buradan yoxlamışdı, xoşuna gəlmiş. Bura nə mağazası idi? Həmin vaxtı hansı sahə özü? Qızıl mağazası. Qızıl mağazası. Şərait, yadında qalan şəraiti. Burada göstərə bilərsən, prilapkalar haradaydı, satıcılar haradaydı? Burada prilapka var idi. Gəl bir göstər elə, baxmasın. Prilapka var. Uzun belə, sonra Bir de deyəcəm böyüyümüz mağazası var. Yəni buradan elə bir beylər bağladı. belə nə, şüşəli idi, dəmir idi, prilapka yadında? Şüşəli. Basqın zamanı mağazada olan polis nəfəri Xosrov Əfəndiyevlə əlbəyaxı olur. Onu yıxıb əlindən silahı almaq istəyərkən Xosrov əlindəki tapancadan, qardaşı Nasir isə Kalaşnikov avtomatından mühafizəçi Mehman Bunyatova və satıcı Asif Qasımova atəşlər açırlar. Siz mağazaya daxil olanda içəridə kimlər var idi? Mən heç daxil olanmadım ki mağazaya. Mağazaya daxil olmadınız, bəs necə o əşyaları necə götürürsünüz? Elə bir mən qapının ağzında Qapının bağlansın. Qapının bağlansın. burada elə bir durmuşdu polis. Görsənmirdi içəri. Elə bir. Mən oradan gələndə elə qapını açan kimi buradan düşdüm. Polis burada dayanmışdı, buradan. Buradan elə üstündən tutandı, elə bir mənə. Harada, sənin təxminən harada yaxaladı? Sən harada yoxdun? Bir yerə qapının Burada. Hara yıxdı səni? Ora. Tamam. Yerə. Əhən yerə, sonra? Yerdə biz mənlə süpürləşdik. Süpürləşəndə camaat bir başlıqları yetişdirdim. Daha mən orada bomba yanmışam var. Ona görə bu güclü güclü güclüydü. Elə orada süpürləşəndə camaat başlıqları bir də yanıma gəldi. Nasip deyildi ki, nə yerləşdirdi. Elə bir toplanırdı. Sonra bir də gördüm ki, polisə də gitmədəydi. Bir dənə də. Silahlar, səndə nə silah idi? Məndə tapancaydı. Mərci tapancası, Alır bilmirəm, nə tapancaydı. kalibri, yadında da hansı kalibri idi? Onlar bilmirəm, amma bilmirəm. Qurşud ilə qurşud idi. Qurşud idi. Bəs Nasirdə Nasirdə tutanım. avtomat idi. Üzü maskalı idiniz, Yox. üzü açıq idiniz. Belə buradan da təzə durduq, damat bağlıdır. Polisə ateş açıbsan, səni səni o təkçilə eləmək istəyir. Orasına attım dəydi, bilmirəm, orasına dəydi. Harada, hələ əlbəyaxa olarkən Burada elə bir üstümə gələndə elə bir mən ayağımı qala getdi, bir ayağımı qala getdi. Onda vurdum. Bilmirəm, burasından dəydi, burasından dəydi. Bilmirəm, bura olur. Dəydi. sonra ikinci dəfə ateş açıbsan ona yenə, Yox. əlbəyaxa olan belə. Əl-bayağı olanda deyərim mən. Ona görə çox belə həkimdən artıq belə fikirləşmişdim. Nasir ona ateş açıb, Hə, başladı. neçə ateş açıb yadındadır? Bilmirəm. Bəs satıcı
Satıcılardan sizə müqavimət göstərən var idi? Tək silah ilə məcəl. Mən onda yerdə olanda vurmuşum, mən xəbərim yoxdur. Bilmirəm, heç birinci bunu vurdu, yoxsa orasını orasında yazma qaldı. Ya birinci polisi vurmuşdu, ya birinci polisi vurmuşdu, onu deyəməm. Həmin günü siz mağazaya necə yaxınlaşdınız? Bura kimlə gəldiniz? Kim gətirdi sizi, nə maşınla? Birinci gələndə qardaşım gəlmişdi, demişdi, bura içəri. Sonra üstündən bir 10 saniyə keçəndən sonra mən girmək istəyirdim. Sən girmək istəyəndə qardaşın buraya içəridəydi? Buradaydı. Silahı da özündə? Sumkadaydı. Silah sumkadaydı? Ümumiyyətlə, bu əraziyə nə ilə gəlmişdiniz? Əraziyə Kim gətirmişdi sizi? Nivaydı. Kimin nivası idi? Elçinin nivası ilə? Bu mağazanı əvvəllər basqın üçün obyekt kimi seçərkən, yəni ümumiyyətlə mağaza ilə tanış olmuşdunuz özünüz, içərisindəki əmlakların bir dəyərin müəyyən eləməyə? Mən yox. Kim gəlmişdi? Mən birinci səfər idim. Elə həmin gün, basqın günü sən birinci dəfə gəldin bura və səndən əvvəl kim gəlmişdi? Məndən əvvəl qardaşım gəlmişdi. Elə bir müəyyən eləməyə ki, yəni dəyər yoxsa dəyməz. Sonra kim gəlmişdi? Sonra bilmirəm. Bilmirsən? Yox. Bəs mağazada mühafizə var, axrana var, silahlı silahsıdır. Qardaşım bilir. Qardaşın özü gəlib öyrənmişdi. Bilirdi ki, var. Bilirdi ki, var. Yəni gəlib içəri girəndə görmüşdüm. Bəs mağaza baxıb malların dəyəri müəyyən eləmək üçün nə dərəcədə qiymətlidir, qiymətli deyil mallar? Bu məqsədlə. Yəni ki, məsələn, biri var 100 dolları, 50 dolları olsun, orada ola bilər ki, bir dənə, 2 dənə götürsən, heç, yəni, bizə nətər alındı, yəni pis alındı, heç nədən. Amma bir də var, bir 3 minlik, 5 minlik mal olanda, bir 2-3 dənə götürəndə 15 minlik, 20 minlik, 50 minlik mal. Bu ifadədən belə görünür ki, siz əlbəyaxı olandan sonra polis işçisini yaralayıb, sonra satıcını yaralayandan sonra sonradan daxil olubsunuz mağazaya. Hər ikiniz. Mən. Sən ancaq daxil olubsan. Yarpaq formalı mirvari klon və qara mirvari broşkaları, brilyant qaşlı kişi üzüyünü, zümrüd boyunbağını, safirlə və əyləncə dəsti, tək qaş safirlə üzüyü, 4 günc zümrüd dəsti, 14 qaşlı zümrüd üzüyü və dəsti cəmi 84970 manat dəyərində qızıl zinət əşyalarını ələ keçirən qardaşlar əllərində silahlar mağazadan çıxıb qaçırlar. İctimai asayişi kobud şəkildə pozaraq onlar Elçin Hüseynovun saxladığı maşını görmədiklərindən havaya atəş aça-aça yol kənarında dayanan Hyundai markalı avtomaşına minirlər və silahı sürücü Səttar Tağıyeva nümayiş etdirməklə sürməyi tələb edirlər. Nə qaydada götürdün? Prilapqanı sındırırdın, ya elə belə üstü açıq idi? Üstü açıq idi? Elə 2-3 dənə belə əlimdən necə götürdüm. İçəridə kənar adam yox idi, satıcı kimsə? Təxminən nə dəyərində əmlak götürə bildin? 50 min dollar. 50 min dollar dəyərində. Nələr götürdüyün yadına gəlmir? Nə əşyalar idi? Şey də var idi, tanı da var idi, yüzük də var idi. Ən çox tanı idi. Say hesabı, təxminən deyə bilərsən say hesabı necə? Təxminən deyə bilmərəm. Bəlkə mənim 6-7 dənə ola bilər, hamısı bilir. Onu hansı ciblərə yığırdın, ya sumkaya yığırdın? Ciblərimə yığırdım, cibimdə təmizləyirəm zırı idi. Zırı təmizləyirəm, cibimci işləyirəm. Ona görə bilirəm ki, o yana gedəndə, küçədən o yana gedəndə cibimdə məsəl düşdü. Bir dənə belə şey, kutu düşdü, qardaşım əyildi götürdü. Amma ailinə düşüb, yanımda düşdü. Sizin burada qaçandan sonra silahlardan, ondan sonra hər hansı bir əşya qalıb mağazada? Mən biləm. Yox. Mən biləm. Qulşetil, tabançanın qulşetili. Ola bilər, o qalıb. Qırılmışdı, əlində idi, əlində. Kimin əlində? Elə bir həman polisliyin əlində qalmışdı. Ona görə ucundan tutmuşdu əvvəldə də. Eləcə də qalmışdı əlində. Qırılmışdı. Çıxıb mağazadan hansı istiqamətə gedib səfər edib? Sol tərəf. Oradan çıxanda sol tərəfə. Təxminən hara qədər belə gedib? Orası küçədə dayandı. Orası belə küçəyə çatanda dayandı. Silahlarla üstünüzdə? Silahla bir qaçırdınız? Hə. Sizə ateş açan var idi arxadan? Dağdan var idi, bir neçədən ateş açdı. Siz necə, siz ateş açırdınız? Qardaşım bizə açdı.
Avtomatda. Orada nə ilə gedirsiniz? Hara gedirsiniz? Hansı istiqamətə? Belə oradan bir dənə taksi indi çevirdik şeydən. Yasamal bazarına. Orada da kişi. Yasamal bazarında. Sonra da oradan hansı ünvana gedirsiniz? Orada da getdik. Elçincilə. Silahlar da, üstünüzdəki eşyalar da bir yerdə. Hə. Həmin gün axşam Xosrov Əfəndiyev Elçin Hüseynovla birlikdə Xaçmaz rayonunun Xudat şəhərinə gəlirlər və 76.390 manat dəyərində külli miqdarda qızıl zinət əşyalarını qaçaqmalçılıq yolu ilə qatarla sərhəddən keçirirlər. Qarət olunan qiymətli əşyaları onlar Moskva şəhərində istintaqa məlum olmayan şəxslərə satırlar. 8-9 aydan sonra Xosrov Əfəndiyevin dəstəsi Daxili İşlər Nazirliyinin inzibati binasının 5 addımlığında yerləşən Markiz Qızıl mağazasını polis əməkdaşını öldürməklə qarət edir. Bu cinayəti törətməklə banda hüquq mühafizə orqanlarına güclü zərbə vurur və müvəqqəti fəaliyyətini dayandırır. Bir il əvvəl törətdikləri basqın zamanı analoji olaraq Fəvvarələr meydanında yerləşən Markiz Zərgərlik mağazasında da müşahidələr aparılır. Qeyd edək ki, həmin ərəfədə bandaya Gəncə şəhər sakini Elbrus Məmmədov cəlb edilir. Markiz mağazasına hansı ildə, təxminən tarixdə deyə bilərsinizmi? Bu həmən silahlı basqın nə vaxt olub? İştirakçıları kim olub ona? 2000-ci ilin təxmini yadımda deyil ayı. 2000-ci ilin ortalarında. Kimlər tərəfindən basqın edilib bu mağazaya? Əfəndiyev, adların xatırlayırsan? Əfəndiyev, Xosrov və Nasir. Sonra? Bir də Elbrus adlı şəxsdir birindən. Mağazanı hazırda bizə göstərə bilərsinizmi? Hansı mağaza olub bu? bəli, bura gəldim. Sonradan gəldim, elə sonra gəldim. Heç bura gəldim. Ya, burada mən içəri heç girmədim. Mağazaya daxil olmuyorsunuz. Mağazada bəs onların sizə o mağazaya ümumiyyətlə bura gəlməyə təklifi nə ilə bağlıdır? Niyə keçməlidiniz burada? Ancaq kamera var. Mağazada kamera var ya yox? Bəli. Sonra nə müəyyən? Özləri gəlib bu qızıl əşyaları da özləri baxmışdılar. Bilirlər nə deməkdir. Yəni dəfələrlə. Kim gəlmişdi? Sənə məlum idi söhbətlər üzrə kim gəlib müəyyən eləmişdi? Onlar elə hamısı bilir. Adlarındır. Yəni Xosrov da getmişdi, Nasir da gəlmişdi. Baxmışdı. Özləri əgər girib qızıl zinət əşyalarının dəyəri müəyyən eləmişlərsə, kameraya baxmaq nə problemi olar? Onlar kamera deyirlər, yəni görən bu işləyir, işləmir. Onu maraqlanır. Yəni bir çəkir, çək. Yəni zapis eləyən deyil. Mən dediyim, yəni zapis eləyən kamera. Bir dənə fikir ondaydı. Yəni onu baxıb, o özləri məndən qabaq baxırdı ki, orada kamera var yoxsa. Martın 11-də axşam saat 8 radələrində Nigar Rəfibeyli 31 ünvana gələn Xosrov, Nasir Əfəndiyevlər, Elbrus Məmmədov başlarına maskalar keçirərək mağazaya daxil olurlar. Xidməti vəzifəsini yerinə yetirən Səbail rayon polis idarəsi mühafizə şöbəsinin əməkdaşı Sənan Babayeva atəşlər açaraq mağazanın satıcısı Fərman Məmmədovu üzü üstə yerə uzanmağa məcbur edirlər. Avtomat tapansa, nədə götürmüşdünüz avtomat tapansanı? Sumkada. Harda silahları harda çıxardınız? Burada qapının ağzında. Sonra bəs maskalı üzü açıq maskaları da orada qeydiniz. Hansı ardıcıdan kim birinci daxil oldu mağazaya? Elə Təxminən bir yerdə. Keç içəri. Gəlin. Şərait tanışdır sənə? Dəhşili var? Necə? Şərait onda necə idi? Mağazada neçə nəfər? Kimlər var idi mağazada? 2 nəfər idi. 2 nəfər? 2 nəfər kim? Polis idi, bir də satıcı. Siz daxil olarkən mağazaya harda durmuşdu onlar? Polis işçi və satıcı harda? Polis işçi buradaydı, satıcı? Danış, ifadə ver. Kim necə daxil oldu mağazaya? Sonra Girən kimi elə polis işçinin əlində idi, atdı ona dəydi. polisin nə var əlində? Avtomat. Avtomatdan? Avtomatdan atdı. Elə bıraxan girən kimi elə atdı da gözləmə. Hansı yerdə? Yeri göstər. Təxmini bilirlər. Siz hangisiniz? Mən burada. Orada. Sonra da sənin ardınca gələnlər. Elə qardaşım da nasibdir. Atan kimi mən də bir yol aldım. Taksi dəqiq bilmədim hara dəydi, dəymədi. Səndə hansı silah idi? Tapanca. Nə tapanca idi?
Makar. Makar tipli. Hə. Ben kurşun itinden kurşun Qızı itirsiniz. şəkildə. Aha. Sonra Birinci ateşi kim açtı? polis. Polis. Hə. Sənə ya ümumiyyətlə elə sizin dəstəyə? Kim atırdı o? Atdı elə ikimizdən birimizə bana dəydi. Yaraladı səni. Hardan, hansı nahiyədən? Əlimdən. Hansı əlindən? Sol əlimdən. Sol əlindən. Hə. Sonra Sonra elə atan kimi bir aynı momentdə elə bir dənə də mən atdım. Mənlə beraber qardaşım Zahan elə mən elə bir iki tanımadım. İki tərəfdən də silah getdi. Elə bir məndən də onunla. Onda avtomatik dəydi, çox getdi. Hə. Bilmədim ta hara dəydi. Mən çöməldim dedim. Bura çöməndə qardaşım qaldırdı ki, məni. Nə oldu dəydi? Dedi, mən yox bilmirəm, dəyməyini dəyib, hardan dəyib bilmirəm. Buralarda da adama baxdı. Dedi, yox, heç nəsə yoxdur. Sonra elə bir üstündən 3 saniyə, 4 saniyə keçəndən sonra əlimdən o bu şeylə tapancanı götürdü. Buradan durdu, biraz burada vurmuşdu, başladı atmağa. Oradan da oğlan dedi ki, qardaş atmayın, öldürməyin. Dedi, uşaqlar qarşılar ki, heç kimi işini öldürəsən, buradan yerində heç bir narahat olmaz. Mağazadan 19 ədəd üzük, 6 ədəd boyunbağı, 13 ədəd qızıl zinniyyət dəsti, 7 cüt sırğa, 2 ədəd sepli saat, 5 ədəd qolbaq, cəmi 304.811 manat dəyərində qızıl zinniyyət əşyalarını ələ keçirən basqınçılar qaçarkən, polis nəfəri Sənan Babayevin xidməti istifadəsinə verilən 475-190 nömrəli avtomat silahı 30 patronu ilə birlikdə özləri ilə götürürlər. Cinayətkar əməllərini davam etdirərək onlar Daeva markalı taksi avtomaşınına otururlar. Arxada oturan Nasir Əfəndiyev avtomatı sürücü Bala Hüseyn Qasımovun başına dirəyib sürməyi tələb edir. Həsən Əliyev küçəsinə çatanda Xosrovun tələbi ilə sürücü maşını saxlayır və onlar düşərək digər taksi maşını ilə Elçin Hüseynovun Yasamal rayonunda yaşadığı evə gəlirlər. o vəziyyətdə deyirlər, buradakı əşyalar yadıma gəlir. Yox, şüşə üstü, dəmiri idi, tapırdan idi. Şüşə idi, hə. Sındırıb götürürdü. Onu deyən mənə yadımdan çıxır. Bu kim götürdü? Elbrus. Ancaq Elbrus. Elbrus götürürdü. Arada bir 2-3 dənə də bura gələndə qardaşım, bura yoxsa buralarla yaxındaydı. Nasıl etmək elədi? Sən götürmüşdün? Yox, mən heç çalışdım. Sonra qardaşım dedi ki, vaxt çəkmək lazımdır. Təxminən neçə dəqiqə olubsuz? Valla o dəqiqə deyə bilmərəm, ona görə mən onda vəziyyətim çox şeylərlə dəqiqliylə deyə bilmərəm. Yəni burada da oğlan uzanmışdı, polisçisi. Sonra qardaşım dedi, vaxt gedək, bir avtomatı götürdü ki, birdən daldan atış açarlar. Avtomatı kim götürdü? Deyəsən qardaşım. Polisin avtomatı. Deyəsən qardaşım. Biz ondan sonra elə çıxdıq, çox tələbə ilə. Şüşələri sındıranda sizdən əlini yaralayan, xəsarət alan olmuşdur. Valla mən dəqiqliklə işgabında bir şüşələr sınıqdı ki, orasını dəqiq bilmirəm. Onu bilmirəm, valla sınıqdı. Mağazanı tərk edib hansı istiqamətə gidiyorsunuz? Sol tərəfə, sonra? Soldan da bir sola döndük. Oradan taksiyle. Mağazada sizin əşyalarınızdan, əmlaklarınızdan nəsə qalmışdı burada? Mən deyəməm. Ona görə mən o barədən xəbərim yox. Sumkanı onlar gətirmişdi, onların əlində. Yox, sonradan hadisə yerinə baxış zamanı deməli idman çantası aşkar olunub burada. İçərisində köynək, sonra avtomat mağazası. Ola bilər, ola bilər. Ona görə ki, çantayla gəlmişdik. Taylandda mənim elə şeylərə fikir verir, mənim yaralı. Götürülən əşyaları hara yığırdınız? Elə bir Elbrus yığmışdı, kutusunu açıb buralarına. Sumkaya yığmışdı, paket sumkaya. Yığmışdı buralarına. Daha tökülmüşdü, tökülməmişdi. Yəni bir dənə, iki dənə başqa. O barədə heç şey gəlmədi. Nə qədər əmlak götürüldüyü buradan? Sonradan müəyyən elədi ki, təxminən hansı? Belə mağazadakı yazılan qiymətlər 242 manat. Nə, 240-250 min dollar arası. 240 min dollar. Bu mağazaya sizin deməli müəyyənləşdirmək üçün, basqın üçün obyekt kimi seçilməzdən əvvəl kimlə məsləhətləşib, kim müəyyən eləmişdi bu mağazanın yeri? Nəyə görə imенно bu mağazanın üstündə dayanmışdı? Onu ümumiyyətlə nasıl müəyyən eləmişdi? Elçinlə çıxartmışdılar, elə bir o mağazada ki, bu yaxşıdır, bu yaxşı deyil. Yaxşı, nəyə görə? Yəni, çərçivədə olan əmlaklara görə. 3 dənə, 5 dənə də götürsən, yəni bir summa olar. Ancaq bu olsa bir sumkaya da
etmədi, onların eləməsi. Əziyyətini verir. Əvvəl gəlib əfəndiyə baxmışdınız mağazaya, Mən yox. şəraitin, yerin dəqiqləşdirmək üçün. Qabağından keçmişəm 2 dəfə, ancaq belə sərqədə girdim. Kimlə keçmişəm bura? Nasirlə Elbosuna. Bəs içəri girib bu əmlakların dəyərini müəyyən eləmək üçün bahalı, ucuz, onları kim dəqiqləşdirib? Onu Nasir. Nasir özü olmuşdu mağazada, Hə. sonra Elbosda deyəsən olmuş. mağazanın şəraiti, kamera var, çəkiliş gedir, burada getmir, müşahidə var, onu kim maraqlanmışdı? Ümumiyyətlə maraqlanmışdınız hər ikisi. Nə deyirlər? Deyirlər ki, kamera var, Deyirlər var. var kamera. Hə. Elə demişlər ki, var. Polis işçisi olub olmamağın, onu necə mi? Polis işçisi, ümumiyyətlə mühafizə var, Polis olmağını bilinirdi. silahlı olub olmamağı necə? Axırı tərəf İslam etib gələndə elə bir polisçi orada oturmuşdu, silah yerdəydi. Qardaşım da biz aşağıda geldik, gəlmişdi, demişdi ki, kontrol yapıldı, momentində də yəni heç nə olmuyordu, fasilə əksik bir şey. Avtomatı qoyub, birdən aklımıza belə bilirdi, yəni ölümümüz kim olmuyor. Sonra qayıdıb gəlir, gördük ki, durub burada əlində. Avtomat yadındadır, nə avtomat idi polisdə olan? Valla mən onun markasını bilmirəm. Formasına görə, Forması balacaydı. qalacaq avtomatlardan. Marka verir. Şeydən sonra onlar hansı ünvana, hara gəlir? O hadisədən sonra bizə gəldi. Sizin ünvana gəldilər. Nə vəziyyətdə gəlişi onlar gələndə siz evdə olmuşsunuz? Ola gələndə mən evdəydim. Nə vəziyyətdə gəldilər onlar? Kimlər gəldi? Hansı Bir də vəziyyətdə? qıvayətlər gəldilər, bir də əli yaralanmış. Hansı idi əli yaralı? Xosrov. Nələr gətirdi? Sizə aydın oldu evdə, bunlar nə götürə biliblər? Onlar nə götürmüşlər, hamısında əli yanmış. Səhərsi keşiklər götürmüşlər. Mən pozorla məşğul oldum, əli yaralıydı. Spirt var, spirtlə əlimə bağladım. Tez dedim ki, görüşüm istəydim. Aydındır. Markiz mağazasının silahlı baskınla bağlı hazırda verdiyin ifadələrə əlavələrin var. Qızıl zinət əşyalarını bölüşdürəndən sonra Xosrov silahların hələlik Elçin Hüseynovun evində qalacağını deyir. Martın axırlarında onun tapşırığı ilə Hüseynov və Elbrus Məmmədov avtomatları, tapancaları, əl qumbarasını və bıçağı Gəncə şəhərinə gətirirlər. 2000-ci ilin yayında Xosrov, Nasir Əfəndiyevlər və Elbrus Məmmədov özlərində qalan 295 min manat dəyərində qızıl zinət əşyalarını Bakı-Moskva qatarı ilə sərhəddən keçirərək Rusiya Federasiyasına gətirirlər və orada satırlar. İstintaqa məlum olan sonuncu cinayəti Xosrov Əfəndiyevin dəstəsi Gəncə şəhərində törədir. 2004-cü il aprel ayının 15-də onlar dəqiqləşdirdikləri məlumat əsasında Oksigen səxinin müdiri Oktay Hüseynovun yaşadığı evə basqın edirlər.